Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Azərbaycanda noyabrın 3-dən 6-sınadək Ümumi Dünya Yahudi rabinlərinin toplantısı keçiriləcək. Azərbaycan xalqının başına nə iş açıblar ki, bir zamanlar xalq arasında biri digərini təhqir etmək istəyəndə ona ya Yevrey deyirdi, ya Cuhud deyirdi, ya da Erməni deyirdilər. Bir zamanlar xalq arasında biri digərinə Cuhud deyəndə pis adam, biç, oğru və murdar insan nəzərdə tutulurdu. İndi isə bu murdar insanlar, oğru, biç, pis adamlar Azərbaycan xalqına dost kimi tanıtılır. 4 şeyə əsasən Azərbaycan xalqı bunlarla dost ola bilməz. Birincisi budur ki, Cuhudlar müsəlmanların və bütün insanlığın düşmənidir. İkinci isə dinimiz bizə göstəriş verir ki, Yahudilərlə dostluq etməyək. Üçüncüsü isə Azərbaycan mentalitetində murdar insanlara, biclərə, oğrulara yer yoxdur. Dördüncü isə bunların özlərinin əqidəsi budur ki, Yahudilərdən başqa bütün insanlar insan şəklində yaradılmış heyvandılar ki, Yahudilərə xidmət etsinlər. Bir xalqın əqidəsi ki, digərlərini kölə gözündə görür, necə ola bilər ki, başqalarını özünə dost bilsin? Bunlar bu əqidələrini Azərbaycan xalqına da şamil edirlər. Azərbaycan xalqını kölə gözündə görürlər, şikar gözündə görürlər, xidmətçi gözündə görürlər. Və Azərbaycana dost cildində gəlməklərinin də səbəbi budur ki, Azərbaycan xalqını özlərinə kölə etsinlər. Allah Teala Bəqərə surəsinin 120-ci ayəsində buyurur: Bismillahirrahmanirrahim. Sən Yahudilərin və xaçpərəstlərin dininə tabi olmayana qədər onlar səndən razı qalmayacaqlar. Azərbaycan xalqı Fələstin xalqının gününə düşməmiş, Azərbaycan xalqı bu murdar insanların, oğru insanların, biclərin Azərbaycan torpağına ayaq basmalarına etiraz bildirməlidir. Bunların Azərbaycana rahat şəkildə gəlmələrinin səbəbi Azərbaycan xalqının susqunluğudur. Demək olar ki, dünyanın bütün ölkələrində bunların dünyada törətdikləri vəhşiliklərə bütün xalqlar etiraz edirlər. Hətta öz ölkələrində bunlara rahat şəkildə gəzməyə imkan vermirlər, etiraz edirlər. Amma bunlar rahat şəkildə bu günləri Azərbaycana gəlirlər, Azərbaycana toplantı keçirdirlər, Azərbaycanda əyləncə mərkəzləri açırlar, Azərbaycanda keyfləri istədikləri kimi gəzirlər, neftini Fələstin xalqını bombalamaqdan ötürü aparırlar. Bunların belə olmağının səbəbi Azərbaycan xalqının susqunluğudur. Necə ki, dünyada xalqlar, millətlər öz nifrətini bunlara izhar edir, gərək Azərbaycan xalqı da bunlara öz nifrətlərini izhar etsinlər.